Bugün orduba küftəsi pişirəcəyik. Bu küftəni, yəni yeyənlər hamı bilir ki, necə dadlıdır da. İndi pişirəcəm, siz də pişirin dadını. Deməli, burada qoyun ətidir. Qoyunla malda olur, amma mən qoyunla xoşum gəldiyi üçün qoyun əti eləmişim. Qoyun ətidir. Bura qatırıq düyü, yumru düyü. Bir də adam sayımıza baxın da. Biz də indi 4 nəfərlik deyə 4 nəfərlik pişiririk deməli. Bura gedir deməli. Nanə qurusu, reyhan qurusu, mərzə qurusu. Deməli bu gedir alça turşusu qoyanda olur arasına. Bizdə alça turşusu yeyilmir deyə zirinci turşusu qoyuruq. Qızılgül qurusu, bir də sarı kök, burada da deyirlər sarı gül. Biz orduvatlılar sarı kök deyirik ona. Burada sarı gül deyirlər. Bir xörək kaşığı tuz vururuq. Biraz da yarısını da vura bilərik. Çünki tuzların indi keyfiyyəti yoxdur. Bir çay kaşığından da az belə istot vururuq. Bu belə. Bir dənə yumurta. Tomat. Biraz da sarı kök vururuq. Bizim içində çəkilmiş soğan var idi. İndi bir dənə də əlavə soğanı blenderdən çəkdim. Bir dənə az olar da yəni. Bunu da vurdum. Bir də ərinmiş kərə yağı qoyuruq ki, ətimiz düzdür yağlıdır. Yəni bunları belə qarışdırırıq. Belə götürürük. Kartuşkan böyle soymuşum. İri olduğu için. Evet, valla yarın azca suya tuz vururuz. Suyuna bakacağız da tuzu normal olsa vurmayacaq. Götürürük bu belensilər. Bir küftəmə salaq. Batırıq suya ki sərgəli çıxsın. Qoyuruq qaynasın. Belə baxırıq. Kəfi varsa kəfini götürürük. Orduba küftəsinin bir xüsusiyyəti də var ki, suya düşən kimi evi ətir bürür. Göyərtilərin iyisi bütün evi bürür. Bir bu kartuşkalara belə at.